Sevgilisiz? Bəli, nə olub ki? Bəli, Hardasa işləyirsiniz? bəli işləyirəm. Xeyr, hal-hazırda işləmirəm. Aylıq maaşınız belə nə qədərdir? Təxmini gəlib 500 manata kimi çıxır. Onda siz işləmirsiniz də? Xeyr. Mən sizə desəm ki, sizin aylıq maaşınızı mən sizə verirəm, amma ki sevgilinizdən ayrılmalısınız. Razı olarsınız? Bunu demədən əvvəl siz məni takib edirsiniz? Yox, təəssüf ki. Xeyr, mən təqib eləmirəm. Əgər məni takib etsəydiniz məndən düz 500 manat pul qazanasaydınız, ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Sizin aylıq maaşınızı mən sizə verirəm, amma ki sevgilinizdən ayrılmalısınız. Razı olarsınız? Əslində 2 qat versəz bəli. Yox, nə danışırsan sən? Ciddi? Ciddi. Amma burada versəz, indi versəz hazırda. İndi versən. Sən ciddisən? Bu nə deməkdir? Yox, olsa gedib mən işləyib gətirirəm, sən yeyirsən. Sizin son fikirləriniz nədir? Yəni aldıqlarını da götür. Mən gedirəm. Sağ salamat. Siz neçə ildir sevgili idiniz? Neçə il deməyək, təxmini 6-7 ay olar. Bəli. Elə mənlə tanış olan kimi işdən çıxdı. Mənim fikrimcə, yəni sevirsənsə sona kimi sev də. Yəni bir pula görə və yaxud da nəyəsə görə, yəni belə ehtiyac yoxdur da.